Hər kəsə salam. Bildiyiniz kimi qızlarımın dayısının toyudur. İlk öncə təbrik eləyirəm buradan da onları. Ciddi evdə hazırlıqlar gedir. Əsnat gəl bura. Əsnatın saçını, paltarını, kablukunu, hər şeyini hazırlamışam. Bir tək geriyə makyajı qalır. Tam. Baxın, görün necə gözəl olub. İndi sıra makyajdadır. Əsnata çox gözəl bir məhsul istifadə eləyəcəm. Bugün də dayılarının toyudur da, özəl gündür. Makyaj olar hafif. Deməli, mağazamızın ən sevilən məhsulu və belə deyim, trenddə olan bir məhsul. Galior'un Spider maskarasını vuracam bugün Əsnata. Kiprikləri və. İndi bir dənə gözünə vurub gəlirik, fərqə baxırsınız. Deməli, ay Allah, sən çox bilirsən. Deməli, Əsnatın normal kiprikləri indi bir gözünə uyğulayıb gəlirik, türklər demiş. Qızlar, aradakı fərqə bir dənə baxın. İnansız vurmuşam, Əsnatın gözünün üstünü təmizləmişəm. Tuş o qədər qaldırdı ki, kiprikləri. O bir fərqə baxın, burada fərqə baxın. Çox qəşəngdir. Hər alta vurmamışam, amma alta sadəcə tuş biraz dəyib, yəni elə deyim sizə. İndi o biri gözünə də vuraq, gəlirik. Çox həqiqətən hara getdi o? Həqiqətən tərifləndiyi qədər var imiş. Galior'un Spider maskarası. Gəl indi o biri kipriyi və vuraq. Qızlar, o biri gözünün üstünü silməmişəm. Ona baxın, kipriyi necə uzadıbsa yum gözünü. Gözünün üstü bütün tuşdur. İndi gərək bunu da təmizləyək. İndi yuxarı bax. Görün necə gözəldir. Aşağı bax. Düz bax. Uşaqlar. Yum aç kipriklər bir dənə. Çox qəşəngdir. Çox qəşəngdir. Əla. Rabia xanım da Galior'un Spider maskarasını seçdi. Mənim highlighterıma maskara yapışdırdı. Qorxusundan səsini çıxartmır. Və əlavə olaraq Rabiş Galior'un ənliyini işlədəcək. Tuşu kiprikdən başqa hər yeri vurub. Amma çox qəşəng görünür. Əladır. Gəl, Real Technics'in fırçası ilə vur. Bu da mağazamızda mövcuddur bu arada. Necədir? Bəyəndin allıqı? Rabia ənlik üzrə masterdir arkadaşlar. Yəni hələm ənliyi bəyənmir. Həqiqətən bəyəndi. Bəyənməsə indi sifəti düşmüşdü 5 qarış aşağı. Bu da ənliyin Məryəm xanımda qalışı. Məryəm xanım da hazır. O da Spider tuşu vurub.